Son vaxtlar mən belə həmişə deyirdim ki, insanlar hamı bir-birinə oxşayacaq. İnsanlar bunun çoxları da təsdiq edir. Yaxın gələcəkdə hamı bir-birinə burun, dodaq, yanaq, saç, dırnaqlar, nə bilim nələr, nələr, nələr. Hamı. Elə bil bir iki üç həkim var da, hamını eyni formada əməliyyat edir, eyni burun, eyni saç, eyni dırnaq, eyni. Yəni mənim getdiyim həkimə məsləhət görürəm digər rəfiqəm ki, sən də onun yanına get. Həkim başqa bu üzə biz burun əyridir. Burun uzundur. Bu buruna nə etmək lazımdır? Kiçiltmək lazımdır. Kiçiltmək üçün də bir forma var. Başqa forma yoxdur ki. Ona görə hamını eyni burunlarını formada əməliyyat edirlər belə. Amma baxıram. Müşabeh Ələsgərli bəlkə deyərdim yeganə müğənnidir ki, Azərbaycanda bircə dənə belə əməliyyat etdirməyib. O gün o qədər diqqətlə baxıram. Qaşı yerində, gözü yerində, dodağı yerində, saçları yerində. Deyirəm, hamı bir-birini oxşayacaq. Çoxlarını tanımaya bilməyəcək. Belə də ayrı edə bilməyəcək ki, bunlar kimdir? Bəlkə deyərdim, yeganə müğənnid ki, Müşabeh xanım Ələsgərli ilə baxan kimi biləcək ki, bu Müşabeh Ələsgərlidir. İnanırsa, o qədər son vaxtlar onu görəndə belə sevinirəm, deyirəm, Müşabeh xanım, azından siz qoruyun da bu qadın gözəlliyini. Anadan necə doğulmuşuqsa, o gözəlliyi biz əgər qorumağı bacaracaqsa, böyük adamıq. Belə siz də qoruyun, mən görürəm qoruyursunuz.